İmtahandasan və qarşına bu sual çıxıbdır. Vərəqlə romantik anlar yaşamağı qırağa buraxırıq və biz əvəz etmə üsulundan bu sualı həll edirik. Amma mən indi sizə bu sualın həllini vurğulara ayırmağın köməyi ilə göstərəcəm. Gəlin baxaq. Mənə verilən birinci tənliyi mən orada, birinci tənliyimiz 2x kvadratı çıxılsın 3xy üstəgəl y kvadratı bərabərdir 21. Vurğularına ayırıram. Vurğularını ayırmaq üçün nəyi nəyə vursaq y kvadrat eləyər, nəyi nəyə vursaq 2x kvadrat eləyər, tapıram. Sonra da çarpaz şəkildə vururam, alınır 2xy və üstəgəl xy. Nə elədi? 3xy. Və baxıram bura, burada mənfi 3xy-dir. Deməli, haradasa bir mənfiyə ehtiyac var. O zaman nə edirəm? Burada istifadə eləyək mənfini. İkisinə də mənfi yazaram. Vurduğum zaman yenə də cavab müsbət y kvadrat eləyər. Amma belə vuranda mənfi 2xy. Burada da üstəgəlisi mənfi xy. Bu da mənə mənfi 3xy verər. Deməli, vurğularına doğru ayırmışam. Yazıram o zaman. 2x çıxılsın y, vurulsun x çıxılsın y. Bərabərdir 21-ə. Mən də bunu bilirəm də. Hə, baxaq bir dənə. Hə, bu 7-dir. Bu da o zaman 3-dür. Nəyə nəyə vuranda 21 eləyər? 3 dedik. Və 2x çıxılsın y bərabərdir 7, x çıxılsın y də bərabərdir 3. Burada mən toplama üsulundan yazacağım. Çünki uşaqlara biz toplama üsulunu öyrədirik. Çıxmanı çox vaxt demirik ki, çıxma üsulundan həll edəndə uşaqlar gərək mənfiyə vursunlar. Mənfiyə vuranda mənfi yaddan çıxır falan. Səhvlər daha çox olur. Ona görə də biz bunu toplama üsulundan həll etmək üçün mənfiyə vururuq. Olacaq mənfi, müsbət, mənfi. İndi tərəf-tərəfə bunları toplaya bilərik. Alınacaq x bərabərdir. Bunlar 0 verir 4-ə. X-i 4 tapdıq. İndi y-i burada yerinə yazıb tapsaq, y-imiz də 1-ə bərabər olar. Məndən nəyi soruşur? Hə, x vurulsun y. Bu da elədi nə? 4.